Salam dəyərli kanal izləyiciləri, mən Tural müəllim. Bu günləri çevrə məsələlərinin izahını verəcəm EYT test oxusundan. Başlayırıq birinci sualdan. Çevrənin radiusu ilə diametrinin cəmi 36 cm olarsa, deməli bu çevrənin radiusu neçə santimetrdir? Biz bilməliyik ki, çevrənin diametri radiusundan 2 dəfə çox olur. Yəni radiusu x qəbul edirik, diametri olur 2x. Baxın, yəni şəkillə də çəkək. Radius diametrin yarısıdır. Diametri bütöv tərəfdir, radiusu diametrin yarısıdır. Və cəmləri 36-dırsa yazırıq ki, x üstə gəlirsə 2x bərabərdir 36. Buradan da alırıq ki, 3x bərabərdir 36, x bərabərdir 12 olur. Beləliklə radiusumuz 12 cm-dir. İndi bizə çevrənin diametrini tapmaq lazımdır. 12-ni 2-yə vuranda çevrənin diametri olur 24. Yox, bizə radius istəyir. Cavab 12. Diametri istəsəydi 12-ni 2-yə vuranda. Demək, düzgün cavab radius istəyirsə 12 D variantı olacaq. Keçirik növbəti sualımıza 63. Yenə eyni tip sualdır. Sadəcə burada bayaqkindən fərqli olaraq burada bizdən diametri istəyir. Diametri ilə radiusunun cəmi 24 cm olan çevrənin deməli radiusunun cəmi 24 cm çevrənin diametri neçə santimetrdir? Yenə radiusu x qəbul edirik. Radius olur x, diametrimiz isə olur 2x. Və bunları toplayıb bərabər edirik 24-də. X üstə gələk 2x bərabər 24, 3x bərabər 24 olur, x bərabər 8 olur. Beləliklə radiusun qiyməti 8 cm-dir, diametri isə 2 vuraq 8, 16. Beləliklə düzgün cavab burada diametri istədiyi üçün 16 olacaq. Deməli, həmişə yadda saxlıq ki, tənlik quranda radius x olur, diametri isə 2x-ə bərabər olur. Növbəti suala keçirik. Növbəti kvadratın daxilinə çevrə çəkilibdir, şəkildə bölünür və bizə deyir ki, kvadratın perimetridir 8 cm olarsa, bu çevrənin radiusu nə qədərdir? Yadda saxlayırıq ki, kvadratın perimetri bütün tərəflərin cəmində 4-adır. Kvadratın bir tərəfini tapmaq üçün 48-i əvvəlcə 4-ə bölmüş. 48-i 4-ə böləndə da 12 cm-dir. Deməli, kvadratın tərəfi 12 cm-dir. İndi kvadratın tərəfi 12-dirsə və o zaman bu çevrənin diametri kvadratın tərəfinə bərabərdir. Şəkildən aydın görünür. Baxın, bu diametrdir, mərkəzdən keçən müstəq, bu da tərəfdir. Deməli, tərəflə diametr bərabərdir. Biz də bilirik ki, radius diametrin yarısıdır. Yəni, radiusumuz, əgər diametrimiz 12 cm-dirsə, radiusu da tapanda 12-ni 2-yə bölərik. Düzgün cavab 6 olar. Yəni, B variantı. Deməli, yadda saxlayın ki, buradan belə bir xassiyyət ortaya çıxır ki, kvadratın daxilinə çevrə çəkəndə, deməli, kvadratın tərəfi çevrənin diametrinə bərabər olur. Diametri tapanda radiusu da tapmaq asandır. Radius diametrinin yarısına bərabərdir. Növbəti 65-ci suala baxaq. 65 xassədir. Sonra 66-ya baxaq. 65-ci sualda bizə deyir ki, deməli, çevrənin neçə simmetri oxu var? Yadda saxlayın ki, çevrədə sonsuz sayda simmetri oxu olur. Yəni, burada düzgün cavab Y variantı olacaq. Ümumiyyətlə, simmetri oxularını yazıram da, bütün figurları bilməlisiniz. Müstəviq figurlarını soruşur adlarında. Çevrədə sonsuzdur. Yadda saxlayın, kvadratda 4 dənə simmetri oxu var. Düzbucaqlıda 2 dənə simmetri oxu var. Ondan sonra rombda yenə 2 simmetri oxu var. Bərabər yanlı üçbucaqda bir dənə simmetri oxu var. Bərabər tərəfli üçbucaqda 3 dənə simmetri oxu var. Bərabər tərəfli üçbucaq 3 dənədir. Bərabər yanlı trapesiya 1 dənədir. Və paralleqramda isə olur. Paralleqramda yoxdur. Çevrədə də qeyd edildiyimiz kimi sonsuzdur. Deməli, düzgün cavab Y variantı. İndi gəldik 66-ya. ABCD düzbucaqlısının daxilinə 2 çevrənin hər birinin radiusu 5 cm olansa, bu düzbucaqlının perimetrini tapın. Deməli, əgər radiusumuz 5-dirsə, ikisinin də, mən bunu uzadıram bu xətti. Burada diametri yaradıram. Radiuslar 5-5-dir, radiuslar 5-5-dir. Onda belə çıxır ki, bu çevrələrdən birinin diametri 10-dur. İkisi birlikdə artıq, baxın, bu düzbucaqlının uzunluğunu verir.
Yadda saxlayın ki, düzbucaqlığın uzunluğu A hərfinə işarə edirəm, enli B. Uzunluq 2 dənə diametrin cəminə bərabər olur. Yəni, baxın, buradan bura ki, məsafə 10, burada 10, onda ümumilikdə 20 eləyəcək. 10 üstəgəl 10, 20. Beləliklə, düzbucaqlığın uzunluğu 20 cm-dir. Enin də bax, buradan 80 diametri görəcəksiniz ki, eni isə bir dənə diametrə bərabərdir. Yəni, eni 10 cm-dir. Düzbucaqlığın eni 10-dur, yəni bir dənə diametrə bərabər olur da 5, 5 eləyir 10. Ümumiyyətlə, çevrənin diametrləri, radiusları bərabər olur. Bura 5 isə, burada 5-dir, burada 5-dir. Deməli, eni olur 5 üstəgəl 5, 10 olur. İndi bu düzbucaqlığın perimetrini istəyirsə, uzunluqla eni toplayıb 2-yə vurur. 20 üstəgəl 10 vurulsun 2, o da 60 cm eləyəcək. Düzgün cavab 60 olacaq. Keçək növbəti suala. Yəni B variantı olur 60 cm. 67-ci suala keçək. Müfərrəsinin. Deməli, eyni çevrənin radiusunun 5 qatı ilə diametrinin fərqi 9 desimetrdir. Bu çevrənin diametrini tapın. Deməli, yenə təmin kuranda radiusu x qəbul edirik, diametr olur 2x. Diametr radiusdan 2 dəfə çoxdur. Radiusun 5 qatı deyirsə, 5-i vururuq x-a, diametrin fərqi deyirsə, 5x-dan çıxıq 2x-i və bərabərdir 9. Yəni, radiusun 5 hissi dediyi üçün radiusu 5-ə vururuq, diametri isə heç nəyə vurulur, sadəcə 2x-dir. Bərabərdir 9, x-in qiyməti 3-dür. Deməli, radiusumuz 3, diametrimiz 6 desimetrdir. İndi cavabda fikir verin, diametri istəyir 6 desimetr yoxdur, cavabı santimetrlə verir. 6 desimetri 60 santimetrə bərabərdir. 1 desimetr 10 santimetr. Deməli, düzgün cavab burada olacaq 60. Yenə deyirəm, radiusu x götürürük. Diametr 2x və bu x-ları deməli, radiusu 2-yə vurur. Burada deyir ki, radiusun 5 qatı dediyi üçün radiusu 5-ə vururuq. Diametr 2x qalır. X-in qiyməti 3. Aparıb yerinə qoyub hər ikisini tapmış oluruq. Keçək növbəti suala. %68'e bakalım. %68'inci sualı baxaq. AC və BC parçaları mərkəzi olan çevrənin diametrləridir. BO üstəgəlinsin AC bərabərdir 15 cm-dir. Ocaq DOC 60 dərəcə olarsa, CD vətərinin uzunluğunu tapın. Fikir verin, yadda saxlayırıq ki, çevrənin bütün radiusları və diametrləri bərabərdir. Əvvəlcə biz, baxın, BO radiusdur, x götürək, AC isə diametrdir də, yəni bura diametrdir. Yəni BO-nu x qəbul edək, AC olsun 2x. Bunların cəmi 15 isə biz buradan çevrənin həm radiusunu, həm də diametrini tapa bilərik. 3x bərabərdir 15, x bərabərdir 5. Belə çıxır ki, artıq, bax, bizdən axırda CD vətərinin uzunluğunu istəyir. CD vətəri də üçbucaq COD düşür də, olan tərəfidir. Deməli, elə bir buranı istəyir bizdən. Bizdə də radiusumuz 5-dirsə, artıq deməli, belə çıxır ki, OC ilə OD 5-dir və iki tərəf bərabərdir. 60 dərəcəlik bucaq varsa, bu bərabər tərəfli üçbucaqdır. Yəni, üçbucaq COD bərabər tərəflidir. Onda belə çıxır ki, elə vətər də radiusa bərabər olur, burada 5 cm olur. Bizdən CD vətərinin uzunluğunu soruşursa, düzgün cavab 5-dir. Yəni, burada bucağına görə verir, bir bucaq 60-dır, iki tərəf də bərabərdirsə, onda bütün bucaqlar 60 dərəcə olur. Yəni, burada 60 olur, bucağın daxili bucaqların cəmi 180 axı. Yəni, bir bucaq 60, iki tərəf də bərabərsə, o biri bucaqlar da 60 dərəcədir. Yəni, burada bərabər tərəfli bucaq yaranır. Bərabər tərəfli bucağın da bütün tərəfləri bərabər olduğu üçün vətər burada radiusa bərabər olur. Düzgün cavab 5 olacaq. Keçək növbəti suala baxaq. 69-a. 69 da eyni faslədir. Burada sadəcə tənliksiz həll edəcəyik, çünki ölçüləri verib bizə. Burada əksinə üçbucağın perimetri istəyir. Yenə də bucaq DOC 60 dərəcədir. BD 10-dursa, artıq biz burada radiusları tapa bilərik. BD diametrdir axı.
Onda radiuslar OS ilə OD bir-birinə bərabərdir. Onu bölərik 2-yə, diametri 2-yə bölürük də radius tapanda 5 olur. Onda buralar 5 cm, yenə bərabər tərəfli üçbucaq yaranır, burada 5-dir. Onda belə çıxır ki, üçbucaq COD-nin perimetrini tapanda bərabər tərəfli üçbucaqda tərəfləri toplayaraq 15 cm alarıq. Yəni C variantı. Yəni burada bərabər tərəfli üçbucaq yaranır. Vətər radiusa bərabər olur. Yəni biri 5-dirsə, hamısı 5 olur. 5-i də 3 dəfə toplayanda, perimetri toplayıraq, düzgün cavab 15 olacaq. Keçirik növbəti 70-ci sualımıza. 70-ci sualda kvadratın tərəfini verildi və bizdən bu çevrənin radiusunu istəyir. Bayaq da qeyd elədik ki, kvadratın tərəfi verəndə, kvadratın tərəfi çevrənin diametrinə bərabər olur. Yəni A 12-dirsə, onda bu çevrənin diametri də 12-dir. 12 desimetrdir və radiusda diametrin yarısı olur da 12-ni 2-yə böləndə 6 desimetrdir. Burada sadəcə diqqətli olaraq cavabı santimetrdən istədiyi üçün radiusumuz 6 desimetr 60 santimetrə bərabərdir. Yəni cavab 6-ya 60-ı götürürük. Çünki bizdən cavabı santimetrdən istəyir. Desimetrdən istəsə 6 götürərdik. Keçirik 71-ci suala. 71-də də radiusu verib, bu dəfə kvadratın perimetrini istəyir. Belə bir xassələ də yadda saxlaya bilərsiniz ki, birbaşa kvadratın perimetri radiusdan 8 dəfə çox olur. Yəni birbaşa ilə 8-i 5-ə vura bilərsiniz, o da eləyir 40 cm, yəni B variantı. Və yaxud da ki, şəkillə bunu tamamlasaq, bura 5 cm-dirsə, burada 5 cm-dir, ikisi birlikdə 10 eləyir. Diametri kvadratın tərəfinə bərabərdir. Tərəf 10-dursa, kvadratın perimetri 4-aya bərabərdir. Hər tərəf 10 olur. Onu da 4-ə vuranda 40 edir cavab. Və yaxud da ki, xassənə yadda saxlayın ki, perimetr radiusdan 8 dəfə çox olur. Düzgün cavab B variantı olacaq. Deməli, radiusumuz 5-dir. Tərəfimiz diametri 10-dur. Diametri tərəfə bərabər olur. Onu da 4-ə vuranda 40 edir. Və yaxud da 8-i 5-ə vurmaqdan tapmaq olur. Keçək növbəti 70-ci suala. Yetmişinci sual. Yenə təmlik quracağıq. Kvadratın daxilinə, kənarlarına toplanan çevrə çəkilir. Kvadratın perimetri 2 mislində, çevrənin radiusunu 7 mislini çıxar. Deməli, 36 cm olar. Kvadratın sahəsini tapır. Və bayaqki üsuldan burada istifadə edib tapa bilərsiniz. Yadda saxlayın ki, perimetr radiusdan 8 dəfə çox olur. Yəni, radiusu x qəbul etsək, perimetr 8x-ə bərabər olacaq. Çünki burada perimetrlə radius arasında əlaqədən gedir söhbət. Perimetrin 2 mislindən deyirsə, 2-ni vururuq 8x-a, radiusun 7 mislini çıxsaq, radiusu vururuq 7-yə, 36 alınır. Bax, bu təmlik həll edib, cavabı rahat tapacaq. Deməli, buradan da alır ki, 9x bərabərdir 36, x bərabərdir 4 olur. Aparıb yerinə qoysaq, çevrənin radiusu 4, kvadratın perimetri 32 cm-dir. İndi bizdən kvadratın sahəsini istəyirsən, kvadratın əgər perimetri 32-dirsə, tərəfləri 8 olur. 32-ni 4-ə böləndə 8 olur. Deməli, bu kvadratın sahəsini tapanda 8-i 8-ə vurarıq, düzgün cavab 64 olacaq. Yəni, D variantı. Bir də izah edirəm. Radiusu x götürürük, perimetri radiusdan 8 dəfə çox olur. Yəni, olur 8x. İndi biz bu x-ları bir-birindən, burada sadəcə deyir ki, kvadratın perimetrinin 2 misli deyirsə, 8x-i 2-yə vururuq. Radiusun 7 misli deyirsə, radiusu 7-yə vururuq. Və fərqləri 4 olur. Radius 4, perimetr 32-dir. Kvadratın perimetri 32-dirsə, tərəfini tapanda 32-ni 4-ə bölərək 8 olar. Hər tərəf 8, sahə tapanda A kvadrat üsulundan istifadə edilir. Növbəti sualı da yenə təhlil quracağıq. 73-cü suala baxır. Deməli, kvadratın daxilinə, kənarlarına toxunan çevrə çəkilir. Kvadratın perimetrinin 5 mislində çevrənin radiusunu
12 mislini çıxsa 48 sm alınır. Kvadratın perimetrini tapın. Deməli, burada necə vacib tənliyi? Yenə də radiusumuzu x qəbul edəcəyik. Perimetrdə radiusdan 8 dəfə çoxdur. P bərabər 8x olacaq. İndi deyək ki, perimetrin 3 mislindən 8x-i vururuq 3-ə, radiusun 12 mislini çıxırıq. 12-ni vururuq x-ə, bərabərdir 48. Buradan da alırıq ki, 24x-dan 12x-i çıxırıq, bərabərdir 48. Nəticədə 12x 48 olur, x 4 olur. Aparıb yerinə bölürük. Bu çevrənin radiusu 4 cm, kvadratın perimetri 32 olacaq. Yəni, yadda saxlayın ki, perimetr radiusdan 8 dəfə çoxdur. Bu məsələlərdən bu şəkildə, məsələn, niyə düşür, bax, belə bir sual, perimetrlə radius arasında əlaqə. Növbəti 74-ə baxırıq. Aha, deyək ki, çevrənin radiusunun 4 mislinin, kvadratın tərəfinin 3 mislinin cəmi 70 cm-dir. Kvadratın tərəfi çevrənin radiusundan 2 dəfə çox olur. Fikir verin. Bax, tərəf radiusla bərabər olur. Bayaq da qeyd elədik. Tərəf diametrə bərabər olur. Radiusda diametrdən 2 dəfə azdır da. Onda tərəf radiusdan 2 dəfə çox olur. İndi burada tənliyi belə qoyacağıq. Radiusu x qəbul edəcəyik. Tərəf isə olacaq 2x. İndi burada deyək ki, radiusun 4 misli ilə 4-ü vururuq x-a, tərəfin 3 mislini, 3-ü vururuq 2x-a. Bərabərdir 70. Burada da ümumi 10x bərabərdir 70 olur. X-in qiyməti 7 olur. Belə çıxır ki, radiusumuz 7 cm, kvadratın tərəfi 8-dir. Kvadratın tərəfi 8-dirsə, perimetrin tabanında 8-i 4-ə vurarıq, o da eləyər 32. Yəni, deməli, kvadratın, burada 70 yazdıq, 70-i ona böləndə 7, burada 7-ni çaşıb 2-yə vurub 8 yazmışam, üzülmüsən. Deməli, kvadratın tərəfi olacaq 2-ni 7-yə vuranda 14 cm, radius 7-dir. Aparıb yerinə 14 yazacağıq o zaman. Aparıb yerinə 14 yazacağıq və 14 də 4-ə vuranda kvadratın perimetri 56 olacaq. 14 vurulsun 4, o da 56 edir. Düzgün cavab olacaq 56, yəni B variantı. Baxırıq 75-ci suala. 75-ci sualda yenə də eyni tipdir. Bu dəfə perimetrin 8 mislinin cəmidir. Deməli, radiusun 4 misli ilə kvadratın perimetrinin 2 mislinin cəmi 60 cm olarsa, kvadratın perimetrini tapın. Deməli, radiusumuzu x qəbul edəcəyik. Radius x-dir və yenə perimetr deyir. Perimetr 8x olur. Bayaq elədik buna. Radiusun 4 misli deyirsə, 4-ü vururuq x-a. Perimetrin 2 misli deyirsə, 2-ni vururuq 8x-a. Bərabərdir 60. Buradan da alırıq ki, 20x bərabərdir 60. X-in qiyməti 3 olur. Aparıb yerinə qoyuruq. Çevrənin radiusu 3, kvadratın perimetri 24-dür. Düzgün cavab 24, C variantı olacaq. Yəni, qeyd edirəm, perimetr radiusdan 8 dəfə çox olur. Biri x, biri 8x olur. Radiusun 4 misli dediyi üçün radiusu 4-ə vururuq. Perimetrin 2 misli dediyi üçün perimetri 2-yə vururuq. Buradan da x-in qiymətini tapırıq 3. Aparıb yerinə qoyub, perimetri tapırıq. Növbəti baxaq 76-cı suala. Bu dəfə deyək ki, radiusun 17 misli ilə kvadratın tərəfi. Və qeyd edilən ki, kvadratın tərəfi radiusdan 2 dəfə çoxdur. Radius x-dir, tərəf 2x-dir. Radiusun 17 misli deyirsə, 17-ni vururuq x-a. Tərəfin 8 mislinin fərqi deyirsə, 8-i vururuq 2x-a bərabərdir 4. Buradan da 17-dən 16 çıxanda 1x qalır. Deməli, x bərabərdir 4 olur. İndi aparıb yerinə qoyuruq. Radius 4, kvadratın tərəfi 8 cm. Kvadratın perimetrini istəyirsə, 8-i 4-ə vururuq. Bütün tərəflər bərabərdir. O da 32 olur. Yəni, Y variantı. Və nəhayət keçirik sonuncu 77-ci suala. Bu dəfə yenə eyni tipdir. Radiusdan bu dəfə perimetrdir. Radiusu yenə x qəbul edirik. Perimetr olur 8x. İndi radiusun 4 misli deyirsə, radiusu vururuq 4-ə. Perimetrin 2 misli deyirsə, 2-ni vururuq 8x-ə. Bərabərdir 160 yazırıq.
Buradan da x-ləri toplayanda ümumi 20x eləyir. Bərabərdir 160, x bərabərdir 8 olur. Deməli, çevrənin radiusu 8, kvadratın perimetri 64. Düzgün cavab 64 olur. Yəni, ümumiləşdirib belə yadda saxlayın ki, perimetr radiusdan 8 dəfə çox olur, kvadratın tərəfi radiusdan 2 dəfə çox olur. Bütün məsələlər eyni. Radiusu x götürürsən, perimetr dediyi üçün 8x götürdük. Tərəf desəydi 2x götürərdik. Bu vurmaq da ki, özü verir. 4 misli vurmaq deməkdir. 4x-də 2 misli yenə vurmaq deməkdir, perimetr. Hərəsində özünə müvafiq şəkildə vururuq. Radiusu 4-ə vururuq, perimetri 2-yə vururuq və 160-a bərabər cəm dediyi üçün toplayırıq. Məsələn, fərq isə burada çıxarırıq. X-in qiymətini tapıb, aparıb yerinə qoyub, hər birini tapmaq olur. Gəldik video izlərin sonuna. İnşallah ki, izlərin köməyə dəydi. Növbəti izahlarda görüşərik. Diqqətiniz üçün təşəkkür edirəm. Yəni üzülü sayısı